boş yuva sindromu dediyiniz, mənim ailəm düşdü yadıma. Mənim anam mənə çox tez-tez zəng eləyir. Qardaşıma da həmçinin zəng eləyir. Darıxır. Mən əlbəttə onunla danışmaq çox xoşdur. Amma hər gün eyni mövzu, axı bizim yeni söhbətimiz olmur. Və mən orada özümü günahkar sayıram ki, mən anamla nə danışım, mən necə qızam ki, mən anam mənə zəng eləməmişəm, ona zəng eləmirəm. Orada valideynlər neynəsinlər? Yəni boş yuva sindromunda bir çoxsunun ailəsində bu var, yəni yaxın ətrafımızda. Orada valideynlər neynəməlidirlər? Neynəsələr düz olar? Düz olar yenədən belə bir sual və cavablar yoxdur, amma daha yaxşı, gözəl özləşmə edə bilərlər. Bizim cəmiyyətdə özünüz bilirsiniz o Alman təqaüdçüsü deyilən bir anlayış var da. Məsəl üçün dünyada hansı turistik məkan gəlsə orada Alman qocaları var. Onlar həyatını elə formalaşdırıb ki, elə yaradıb ki, orada iqtisadiyyatın da öz təbii ki təsiri var. Mən həmişə incələyirəm ki, sən psixologiyadan danışırsan, iqtisadiyyatın təsirini də denən. İqtisadi imkanlarının da təsiri var və orada insanlar elə formalaşdırır ki, oğul qız böyüyür, oxuyandan və yaxud da elə evləndikdən və yaxud da elə ona qədər adamlar öz həyatlarını yaşayırlar. Bu modelin də axıra qədər tərəfdarı deyiləm. Çünki nəvələrə nənəlik babalıq edəcək nənə babalara ehtiyacınız var. Bu kökümüzdən gəlib. Axı orada deyirlər ki, Nizam bəy, nənənin, babanın enerjisini uşağa köçməməlidir. Uşağa tərbiyə anadan atadan keçməlidir. Onu deyən qələt edir. Baxın, birbaşa deyirəm. Bunlar hamısı 2 paraqraf populist psixologiya oxuyub, özündən bu yaxınlara birinə baxıram, deyir ki, öz paltarlarınızı heç kimə hədiyyə etməyin. Mən diqqətlə baxıram, deyir, sizin enerjiniz ötürülü başqalarına həm eviniz yıxılacaq və s. Bəs xeyirxahlıq, bəs yardımçılıq, bəs bir-birinin əlini tutmaq məsələsi. Biz hər yerindən qalxıb nəsə danışanı dinləsək, nənə, baba da uşaqların tərbiyəsində, sevgisində, rəhmətlik nənəmin bu günə qədər yad edirəm və bu günə qədər hər gün ona Allah rəhmət eləsin deyirəm. Mənim həyatda bu günə qədər qalmamın səbəblərindən biri onun mənə ötürdüyü sevgidir, onun mənə verdiyi qayğıdır. Rəhmətlik xalamı həmçinin eyni cür yad edirəm. Allah bütün ölənlərə rəhmət eləsin. Çünki onlar mənim ruhumun sevgi naxışlarını toxuyublar. Necə yəni, indi mən təsəvvürən anam qayıdıb dedi ki, nənəmə, ay ana, sən uşaqlara enerjini ötürmə, çünki hansısa tupoy deyib ki, belə şey olmam. Yəni, məni düzgün anlayın, bunlar hamısı səfəngətdir. Bunlar heç bir altında əsası olmayan bir şeylərdir. Demirəm ki, nənələr gəlib yeni doğulan uşağa gəlinin üstünə və yaxud da kürəkənin başının üstünə durub desinlər ki, uşağa şirin çay içildir, uşağa şirin çay və uşağı bankala, 3 aylıq uşağı bankala. Yox. Belə cəfəngiyatdan da qarşı alınmalı təbii ki, amma nənə babalar, yəni ana atalarımız da bəli, həyatımızda o yenə populist psixologiyanın olduqca təhlükəli tərəfləri var. İnsanlar səhv anlayır. Şəxsi sərhədlər deyəndə o demək deyil ki, atamızın alnının ortasına ya da başının üstündən sərhəd çəkək, anamızı həyatımıza buraxmayaq və yaxud da o yox deməyi öyrən deyirlər. Deyir ki, Nizam bəy, mən bu gün yox deməyi öyrəndim. Deyirəm necə? Deyir küçədə bir nəfər məndən siqaret istədi ya da su istədi. Dedim yox. Yəni bu bilirsiniz, yəni nəzərdə tutulur ki, həyatınızı dağıdacaq şeylərə icazə verin, amma qardaş bacılıq, ata-analıq, nənə-babalıq, qohumçuluq, Azərbaycan milləti tarix boyu buna görə güclü olub ki, biz belə olmuşuq. İndi populist və qloballaşma ideyalara görə belə hərə fərdi olubdur. Mən sizə bununla bağlı misal çəkə bilərəm. Rusiyada oxuduğum illərdə bir rus xanım var idi. Qayıtdı mənə dedi ki, Azərbaycan qadınları necə də xoşbəxtdir. Dedim niyə? Dedi ki, 2007-ci ildə olub bu söhbət. Deyir, mən bildiyim qədərilə sizdə məsələn bir xanımla anası, atası, qardaşı, bacısı maraqlanır, əmsi oğlu, dayısı oğlu maraqlanır. İndi mən toksik maraqlanma nəzər demirəm, güdməni nəzər tutmam. Yaxşı, mən də yanında olanda ki, ölməmişəm, mən varam, ay bacı, ay xala qızı. Dedim, hə, haqlısan əslində. Deyir, mən isə Rusiyanın hansı şəhərindəyəm. İndi bu köklü Rus ailələrinə aid deyil. Onlarda da dəyərlərə hörmət edən ailələr var. Deyir, mən hansı şəhərdəyəm, Rusiyanın heç qardaşım bilmir, atam bilmir, sizdə nə gözəldir bütün bunlar. Mən ölkəyə 10 il sonra qayıtdım təxminən. 2015-17-ci illərdə qayıdanda ölkədə yeni reallığı görəndə şok oldum ki, bu mən bilərəm, mən eləyəm, mən beləyəm və s. fərdi, mənim həyatımda və s. tamamilə sənin həyatında. Amma uçurumdan biraz geri gəldi, yəni ora qədər yaxınlaşmanın ehtiyac yox idi. Yəni bizim gözəlliyimiz bundaydı. Səzək bu həm biraz toksikləşdi, həm də kənar müdaxilələrlə parçalandı. İnsan tək başına heç kimdir. Kim nə deyirsə desin. Kainat qarşısında, dünya qarşısında, qorxular qarşısında, xəstəliklər qarşısında heç kimdir.
Yəni bir qız olmadan gecə yarısı oyanmışdım tək yaşadığım illərdə. Qız olmadı, yəni ayaqlar çox pis belə qız olmadı da səhvdən sonra bəli. Elə bil o sudurqa. Sudurqa, hə, gecə. O yəni inanılmaz bir ağrının və qorxunun içində qıvrıla evin ortasına fırlandım yerdə. Yəni otaqdan otağa az qaldı keçirdim və ağrı biraz keçən sonra məni ağlamaq tutdu. Təkəm. Bəli. Mən başa düşdüm ki, insan adi, indi bu hələ belə də öz-özünə keçəcək bir şey deyirəm. Yemək yerkən boğazına yemək qalmasını demirəm və yoxsa bir çox şeylər ola bilər. Biz hətta xəbərlərdə görürük ki, hamamda dəm qazından boğuldu, öldü. Tək yaşaydı və tək idi həmin anda və s. Bu kimi məsələlər də insan nəzərə almalı. Yəni insan siz o müəyyən az qala şeytana qulluq edəcək, satanist deyək, necə deyim, o kapitalizmin köləliyini yaradacaq ideyalardan biraz özünü qorusa yaxşıdır. Təkəbbürünü kənara qoymalıdır. Mənəmini kənara qoymalıdır. İnsan axı təkəbbür elədiyini bilmir. Elə onun üçün də bu kitabları yazıram ki, biraz özünüzdən üzləşəsiniz. Çətin ki, əgər təkəbbürünü görməyibsə, kitabda yazılanlar da zaten heç bəyənməyəcək, bəyənsə də məlum məsələdir.